Gəncədə 11-ci sinif şagirdi Elgün İbrahimovun müəmmalı ölümü hər birimizi sarsıtdı. Hadisə mayın 12-si axşam saatlarında baş verib. Yaxınlarının bildirdiyinə görə gənc Elgün döyülərək küçəyə atılıb və aldığı xəsarətlər nəticəsində ertəsi gün xəstəxanada dünyasını dəyişib. Kəlləsi qırıq-qırıq halda, qaburğaları vəhşicəsinə. Çox insan olan kəs elə vəhşilik törətməz. Çox pis halda, ağır vəziyyətdə ora çatdırılmış. Biz görüb dəhşətə gəlmişik. Yəni 17 yaşında uşağın nə günahı ola bilər ki, bunu bu hala salar? Nə üstə, pul üstəmi, qız üstəmi? Elə bir uşaq da deyildi. Bizim hamımız ondan fərəhlənirdik, sevinirdik. Bir neçə gün ondan qabaq anası zəngilə dayılar, gözünüz aydın, Elgün imtahanı verib, yüksək bal toplayıb. O bir nəfər olmayıb, bir nəfəri belə döyə bilməz. Bu qrup şəklində olubdur yəqin ki, bu döyülmə faktıdır. Burada döyülüb, uşaq döyülərək öldürülüb, komaya düşüb. Beyin ölümü baş verib və biz xəstəxanaya gedəndə artıq beyin ölmüşdü. Biz istəyirik ki, bunu törədən quldurlarımı deyim, cinayətkarlarımı deyim, canilərimi deyim, tezliklə tapılsın və qanun qarşısında cavab versinlər. Hadisədən sonra Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq bildirib ki, qeyd olunan cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş. İlkin sübutlar əsasında bütün mümkün versiyalar, o cümlədən intihar, ehtiyatsızlıqdan ölüm, yıxılma və başqasının yetirdiyi ağır bədən xəsarətləri nəticəsində ölüm halları araşdırılır. Rəsmi açıqlamada qeyd olunub ki, istintaq davam etdiyi müddətdə bu kimi hallarla bağlı məlumatlar yalnız dövlət qurumlarının təsdiqlədiyi rəsmi mənbələrə əsasən yayılmalı. Xüsusilə cəmiyyətin həssaslıqla yanaşdığı mövzularda məsuliyyətli və qanuna uyğun davranış nümayiş etdirilməlidir. Son günlərdə bu hadisə ilə bağlı mediada qeyri-rəsmi mənbələrə istinad edilən bir çox məlumatlar tirajlanıb. Hadisə ilə bağlı ölkə mediasını izləyənlər zorakılıq və intihar versiyaları arasında tərəddüd içində qalıblar. Bəziləri rəsmi qurumlardan dəqiq məlumat gözləyərkən, digərləri ehtimallara əsaslanaraq qeyri-dəqiq məlumatlar yayıblar. Bəs mediada qeyri-dəqiq xəbərlərin yayılması nə zaman və hansı hallarda baş verir? Media bu cür həssas mövzularda necə davranmalıdır? İctimai rəyin yanlış formalaşdırılması cəmiyyətdə hansı mənfi təsirləri yarada bilər? Bu gün sabaha saxlamadan bu və digər suallara aydınlıq gətirməyə çalışacağıq.